Salam dostlar, yeni video. Dedim kanala çekim paylaşım sizdən. Çanqana 05 mənfi və müsbət cəhətləri. Yenə deyirəm, bu sadəcə bir şəxsi fikirdir. Yəni ən azından bir ildir mən bu maşını sürürəm və bir ildən çox belə deyək, maşını sürürəm və bu maşın haqqında mənfi və müsbət ən əsas nöqtələrə toxunmaq istəyirəm. Çox güman ki, bu video iki hissədən ibarət olacaq. İlk hissəsi müsbət cəhətlər olacaq. Əgər bəyənsəz, zəhmət olmasa like qoyun, abunə olun kanala. İkinci hissəsi də inşallah tez bir zamanda çıxacaq. Dostlar, Çanqana 05-in ilk müsbət cəhəti təbii ki, yanacaq sərfiyyatıdır. Məndə gördüyünüz kimi 5.1 litr yandırır 100-ə. Düzdür, indi sürməkdən çox şey asılıdır. İkinci müsbət cəhəti odur ki, maşının plug-in hibrid olması. Plug-in hibrid nə deməkdir? Ən azından sərfiyyatı 2 qat azaltır və maşın getdikcə enerji yığır hibrid sistemindən. Gördüyünüz kimi motordan enerji yığır və bu mənə hardasa 53 km qədər bəs edəcək. Tam da olsa təbii ki. Şarjla da olur, gedə-gedə rekuperasiya olur və rekuperasiya ilə də belə deyim, hibrid modda maşın gedə-gedə enerji toplayır. Düzdür, çox eşitmişəm ki, deyirlər ki, rekuperasiya zamanı plug-in qoşulanda benzin çox gedir, amma sizə onun əvəzinə enerji verir, sizə onun əvəzinə kilometraj verir və həmin o kilometraj sizə kompensasiya olaraq geri dönür və yenə də siz heç nə itirmirsiniz bu barəsində. Deyim belə, bu maşını çox vaxt BYD Destroyer ilə müqayisə edirlər və yenə deyirəm, bunların fərqi nədir burada? Çox suallar verirlər mənə. BYD Destroyer-dən fərqi odur ki, güzgülərin açılıb bağlanması, yəni güzgülərin açılıb bağlanması 360 dərəcə kamera düzdür, BYD Destroyer-də da var, amma bunda çəkilişi yaddaşa salmaq olur, mikrokartı var, yeri var. Bunu da mən sizə göstərmişdim. Bir saniyə. Albom. Bəli, görə bilərsiniz. Və hal-hazırda yazır, zapis gedir. Yazır, rekord edir. BYD Destroyer onu eləyə bilmir. Heyif ki. Panorama deməyim də, lüku var. Panorama deyil. Lüku var. Yəni bir dənə çanqan buradan. Biri də buradan. Yəni belə. Elantradan söhbət gedir. O maşın kötü kimi maşındır. Yəni yolda özünü tam mən istədiyim kimi aparmadı. Əlavə olaraq da ki, düz dizaynı çox qəşəngdir, amma hər yerindən, yəni burada belə bir şey yoxdur. Bu kip maşınını gördüyünüz kimi hər yerindən onun səs çıxırdı. Oturacaq sideniya, onun qabaq oturacaq, hansı ki mən hal-hazırda oturmuşam Elantrada. Bunda knopka iləndir, yəni düymə iləndir, amma Elantrada o dədə-baba üsulu, belə deyim, düyməsizdir. Yəni yenə deyirəm, segmentinə görə çox baha deyirdilər, amma düz Elantradır, amma Hyundai'dir, amma gəl ki mən onu aldım 3 il sürdü və belə deyim 3 ilin ərzində o maşında problemləri çıxdı. Halbuki servis maşını idi, hər dəfə servisdə yoxlanılırdı. Amma neysə, o maşından indi danışmıram, mən bu maşını deyirəm. Mən 1 ildə 1 il 5 aydır bu maşını sürürəm, hələ ki heç bir problem çıxmayıb. İndi düz bəzi nöqtələr var, hansı ki mən videoda qeyd edəcəm, ikinci videoda, part 2-də. Yenə də bu şəxsi fikirdir, kimsə razılaşa bilər, kimsə razılaşa bilməz. Yenə də bu mənim şəxsi öz fikrimdir. 1 il 4 aydır, 3 aydır, bilməm deyək indi. Martda almışdım da, keçən il martında almışdım. Bu maşını alanda mənə dedilər ki, bu maşının qiyməti düşəcək. Mən alanda sözün açığı 23.000 manat almışdım və hal-hazırda da bu maşının qiyməti 22-23.000 manatdır.